Sürür, amma cərməsi mənə gəlir. Mənə dayanma durma cərməsi gəlir. Radar cərməsi gəlir. Sözlü vəsiqəmə bal yazılır. Niyə? Çünki son etibarnamə mənim adımadır. Belə problemlə yəqin ki, çox sürücülər rastlaşıbsınız. Çünki sizə verilən etibarnamə müddəti bitənə qədər, əgər son etibarnamə sizin adınıza idisə, həmin avtomobilə məxsus cərmələr sizin sözlü vəsiqənizə yazılır. Artıq bu problemdən çıxış yolu öz həllini tapıb. Bunun üçün e-polis mobil tətbiqini yükləyirsiniz. Burada avtomobillərim, yəni idarə etdiyiniz avtomobilin nömrəsini qeyd edirsiniz. Plus işarəsinə toxunursunuz. O mülkiyyətimdə olan nəqliyyat vasitələri, yaxud etibarnamə əsasında idarə etdiyim nəqliyyat vasitələri. Həmin nəqliyyat vasitəsinin nömrəsi üstünə toxunursunuz. Orada başlama və bitmə tarixlərini ayarlayırsınız. Yəni həmin avtomobili hansı tarixdən hansı tarixə qədər siz idarə edəcəksiniz. Bu ayarları tənzimlədikdən sonra həmin avtomobilə aid cərmələr həmin avtomobili idarə edən şəxsin sözlü vəsiqəsinə yazılacaq. Belə məlumatların çox olması üçün videonu bəyənin və bizi izləmədə qalın. Diqqətiniz üçün təşəkkür edirəm. Sizin Azər Quliyev idi. Avtomobili başqaları sürür.